Bu, Cristiano Ronaldo və Portuqaliya üçün sonuncu şansdır. Ümumiyyətlə, futbolda bir komandanın nail ola biləcəyi ən yüksək zirvə Dünya Kubokunu qazanmaqdır. 4 ildən bir dünyanın müxtəlif qitələrindən ən güclü yığma komandalar bu çempionata qoşulur. Bu çempionatda bir çox əfsanə oyuncular ortaya çıxır. Məyusluq kədər də olur və yalnız ən güclülər irəliləyə bilir. Sonda isə Dünya Kubokunu yalnız bir komanda başı üzərinə qaldırır. Və bugün mən bu videoda sizə izah edəcəm nəyə görə Dünya Kubokunu 2026-cı ildə Portuqaliya qazana bilər. Nəyə görə çempion ola biləcəklərini başa düşmək üçün əvvəlcə onların keçdiyi yollara baxaq. Bəlkə də bir çoxları xatırlamır, ancaq Avro 2004-ün finalında Portuqaliya Yunanistana məğlub olmuşdu. Elə Ronaldo'nun ilk dəfə göz yaşlarını hamı bu oyundan sonra görmüşdü. Bu komanda artıq bir dəfə kubok götürüb, Avro 2016. Onların qələbəsinə heç kim inanmırdı. Ancaq onlar Parisdə Fransanı məğlub etdilər. Eder isə o inanılmaz qolu vurdu. 3 il sonra isə onlar Millətlər Liqasını qazandı, Hollandiyanı məğlub edərək. Və bu heç də zəif Hollandiya deyildi. Heyətlərində Virgil van Dijk, De Ligt, De Jong, hansı ki əla formada idi. Bu onu sübut edirdi ki, onlar üst klas komandalara qarşı rəqabət apara bilirlər. Daha sonra isə onlar finalda İspaniyanı udaraq Millətlər Liqası kubokunu götürür. Əgər sən İspaniyanı məğlub edə bilirsənsə, deməli istənilən ölkəni məğlub edə bilərsən. Çünki bu yoldaşlıq oyunu deyil. Bu əsl nailiyyətdir. Sadalanan çempionluqlarla 2026-cı ildə olacaq Dünya Kuboku arasında əsas fərq heyətin daha da güclü olmasıdır. 2016-cı ildə Portuqaliyanın heyəti pis deyildi. Ancaq hər cinahda ulduz oyunçu yox idi. Bütün ümidlər komandanın disiplinli olmağına və Ronaldo'nun üzərinə düşürdü. Hətta 2019-da belə ikinci heyət əsas heyətə yaxın dura bilmirdi. İndi bir onlara baxın. Hər mövqedə 2-3 güclü oyunçu var. Və məhz belə amillər çempion komandaları digərlərindən fərqləndirən nüanslardır. Nəhayət ki, Portuqaliyada bu dərinlik yarandı, hansı ki, finala qədər çatmağa şans yaradır. Yeni nəsil oyuncular arasında Vitinha var, hansı ki, Çempionlar Liqasında meydanın mərkəzində dominasiya edirdi. Juan Neves, cəmi 21 yaşı var. Ancaq oyunlarda təcrübəli veteran kimi dirijorluq edir. Nuno Mendes partlayıcı gücə malik olan dünyanın ən güclü sol cinah müdafiəçisidir. O Millətlər Liqasının finalında İspaniyaya qarşı fenomenal oyun sərgiləmişdi. Bu üçü komandada cəmləşən istedadlı oyuncuların yalnız bir hissəsidir. 2016-da xarakter və əzm sayəsində qalib gəldilər. Ancaq komandada rotasiya yox idi. 2026-da isə əsas heyətin hamısı top oyunçulardır. Ehtiyat oyunçular skamyasından isə daha bir top komanda yaratmaq olar. Portuqaliya hazırda heyət baxımından qızıl dövrünü yaşayır həqiqətən də. Əlbəttə ki, heç bir komanda yaxşı bir məşqçisi olmadan çempion ola bilməz. Roberto Martinez də həmin o puzzle-ın çatışmayan bir hissəsi ola bilər. Gəlin yaddan çıxartmayaq ki, o Belçikanı dünya çempionatının yarım finalına kimi çıxarda bilmişdi. Oluşdu Braziliyanı udaraq. O ulduz oyuncuları idarə edə bilir. O komandaya həmçinin sabitlik gətirə bilib. Əvvəllər komandada sabitlik baxımından problem var idi. Martinezin əsas tapşırığı odur ki, istedadı olan oyuncu bunu nümayiş elətdirə bilsin. Və gördüyümüz nəticələr də onu göstərir ki, onda bu əla alınır. Onun gəlişliyi ilə Portuqaliya çox gözəl oyun göstərir və daha kompaktdır. 2026-da komandanın çoxdan gözlənilən nəticəyə məhz o gətirə bilər. Əlbəttə ki, Cristiano Ronaldo'nu da unutmaq olmaz. Bu il onun artıq 41 yaşı var. Çoxları elə düşünür ki, bu yaşda o heç nə edə bilməyəcək. Ancaq meydanda o hamını yanılda bilər. Dünya Kuboku onun kolleksiyasında çatışmayan yeganə kubokdur. Qalan hər şeyi o artıq qazanıb. Bu puzzle-ın sonuncu hissəsidir. O əvvəlki Ronaldo olmasa belə, onun orada olmağı bütün komandanı ruhlandıracaq. Gənc oyuncuların Ronaldo'ya bu kuboku qazanmağı kömək eləməkləri belə onlar üçün böyük motivasiya olacaq. Gəlin realist olaq. 41 yaşında belə Ronaldo oyunun taleyini həll eləyə bilər. Oyunun sonlarında baş zərbəsi ilə və ya qazanılmış penaltini soyuqqanlıqla vuraraq komandanı irəli aparar. Ona hər oyun 90 dəqiqə oynamaq lazım deyil. Lazımi vaxtda, lazımi yerdə olsa bu bəs eləyəcək. İstər meydanda, istərsə də ehtiyat oyuncular skamyasında öz komandasını ruhlandıra bilər. Futbolda ən təhlükəli şeylərdən biri istedadlı oyuncuların özünü sübut etmək istəyidir. Portuqaliyada isə indi məhz belə bir köklənmə var. Və gəlin unutmayaq ki, bu komanda acı məğlubiyyətlərlə çox gözəl tanışdı. Onlar daha əvvəl 4-1, yarım final, final, çempionluğun bir addımlığında məğlubiyyətlərlə üzləşiblər. Bütün bunlar onlarda acılıq hissi yaradır. Bütün bunları nəzərə alanda belə bir sual ortaya çıxır. Onlar çempion ola biləcəkmi? Mənim fikrimcə əlbəttə.
Onlar artıq qalib gəlməyi, çempion olmağı bacarıblar. İndi isə onların heyəti ən balanslaşdırılmış komandalardandır. Yeni qızıl dövr və gözəl bir məşqçi üst-üstə düşüb və o bu oyunçuların potensialını necə aşmaq lazım olduğunu gözəl bilir. Oyunçular öz ölkəsi və Ronaldonun sonuncu şansı olduğu üçün əllərindən gələni eləyəcəklər. Buna görə də Portuqaliya Cənubi Amerikada çempion olarsa heç kim təəccüblənməsin. Mənə həmçinin sizin fikirləriniz də çox maraqlıdır. Sizcə çempion kim olacaq?